Nə tərs eləməliyəm, heç bir qohum bilməsin, mən şirkətə müdür qoyublar. Bilsələr qanım batdı mənim. Neyiniyim mən, məni tapmasınlar. Bəlkə Michael Jackson kimi dərimi dəyişim. Michael Jackson belə baxanda neyiniyir? Ben görüm. Bir də yəni. Anybody hacking. Anybody hacking. Sen niye evin ortasında şıllak atırsan? Aratı yarmarkadan təzə şalvar almışam. Yoxluyuram ki, material nətər. Şalvarı niye elə yoxluyursan ki? Şalvarı elə yoxlamırlar. Nətər yoxlayayım, imtihana yola salı. Almısan, geyinmisən, indi otur. Dur. Otur. Dur. Sonra demək ki, arvadın sözünə oturup durmuram. Çox gülməli arvadsan sən. Şərqdə ən gülməli arvad. Təbrik edirəm. 1-0. Mənə bax, sən niyə özü belə bir tərəf aparırsan? Sən toyunda oynamayan adamsan, bu nə belə qəribə hallardır? De, səndə xəbər var, de görüm. Arvad. Aha. Bir şey deyəcəm amma aramızda qalsın. Evim yıkıldı. Ben bilirdim sen bir gün bir kıza ilişeceksen, o kıza kesin senin videonu çekecek, sonra Telegram kanalında ifşa videosuna seni şantaj eləyəcək. Sen seysən. Bu ne fantaziyadır, bu ne senaryodur, bu ver ay yapıma serial çəksinlər, Türkiyədə partlatsınlar. O deyil. Bəs başqa nə ola bilər ki? Məni vəzifəyə qoyublar. Vəzifəyə? Sən niyə hər xəbərə diz atırsan, ne var? Vəzifəyə müdür arvad oluram. Anybody haqqı. Bu ailəliklə bu Michael Jackson fanatlığı hardan gəlir? Diyan, qoy şəklimi çəkim, WhatsApp-a yükləyim, altına da yazım, canım müdürüm. Müdür arvadıyam. Nağarsan, az. Cəmaata yanmışlıq verməkdən ötürü məni niyə yandırırsan ortada? Qohum əqraba biləcək, hamı tökülüşüm gələcək. Düz deyirsən, sizin tərəfdəki maşallah hamısı sırtıqdır. Bizim tərəfdə kimdir ki, sırtıq? Sizinkiler değildi ki, toyda bəylə gəlinə qoyulan yeməyi də gəlib evdə yedilər ki, toyunuza pul atmışıq. Sənin o bir alkaş dayımın sırtıqlığı, mənim West nəslimin sırtıqlığını döyərik. Toyda bəy stolundan durğuza bilmədim, onu. Dedi ki, nakamamı qoy, mən də oturum. Toyun albomuna baxıram, bilmirəm, bizim toydu, yoxsa sənin dayımın son zəng albomu. Hər pozada şəkli var, Məncə dalaşmağa ehtiyac yoxdur. Gəl razılaşaq ki, ikimizin də tərəfi zaydı. Bəli. Qulaq as, ona görə bir daş atda, bir daş üstdə. Düz deyirsən. Eşitsələr, tökülüb gəlib iş istəyəcəklər. Hamısı. Qapıdan qovacaq, pəncərədən girəcəklər. İş olmayandan sonra yalvarsınlar. Problem də oradadır da. Mən müdürəm, müdür mavini yeri boşdur. Bizim qohumlar da maşallah. Sən o bir Şəmsi dayın var, qapının qabağında Glazokun o qədər yaxınlığında durur ki, baxırsan udulağı görünür. Bilmem demeyeyim ha. Anar! Dayım oğlanar! Sakit. Hoca biri geldi. Sakit. Qoy elə bilsin evdə yox çıxsın geçsin. Sakit. Dayı oğlu bildim ki kapını açmayacaksan pencereni kırdım geldim. Biz 16'da qaldıq. Spider-Man sənsən. Mən elə gəldim da dırmaşdım. Əllə, dırnaqla çıxdım elə dedim gəlim. Səni təbrik edeyim ki təzə vəzifəyə keçirsən.
Ha get at. Yok özüm açacağım. Senin ağzından çıktık sen bundan sonra kapını özüm açacağım. Dayan gör. Bunlar pəncərə qoymayacaqlar yoxsa bizdə. Qoy gəlsinlər, qoy gəlsinlər. Dedim sakit dur, eşidiləcək də, dedim. Dayoğlu. Üzə hədiyyələrin gəlir, kargon gəlib. Buna bax. Kargo? Ha, sağ hədiyyə gəlib. Bacı o tərəfə dur. Ay yavaş. Ay yavaş kargo dağıtdı bu. Kargo əzilmədi. Dayoğlu biraz geçsin ama gelir. Kargo biraz geçsin. Ha ne oldu kargo? Kargo üçün düzelt. Dayoğlu gelir. Ay kargo gəl görək. Ağır demir dayoğlu. Bahalı hədiyyədir deyə. Ay yavaş. Atalar üçdəndir. Gətir görək kargonu. Bu nədir? Nədir bu? Hayırlı olsun Ayyez'de, hayırlı olsun Ayyez'de. Bağışda heç nə tapmadım, gül aldım. Bağışda heç nə tapmadım, gül aldım. Mahnı rəpsiyə də qutarda. Bağışda heç nə tapmadım, gül aldım. Özümə bir antipresparant alardım. Yazda kargo ilə gəlmişəm, boğulla üstündən. Sən atkırıtqasan Telman. Bu nə açılışdır? Bu nə muzikadır Telman? Dedim sana layık olum da Yezda. Telman sen Sibir'de yaşamırdın. Ha, bacı Sibirdə donmuşdum soyuqdan. Eşitdim elə Yezdəm qəşəng vəzifəyə keçib, dedim gəlim özümü verim qolun altına bir qızını ver qəşəng. Telman Sibir'den bura 12 saat diye sen necə usbet elədin? Düz deyirsən bacı, əziyyətlə oldu biraz. Təyyarədə bilet yox idi, özümü karqolatdırdım ki, heç olmasa vaxtında gəlim. Qardaşım daha qısa yol yoxladı. Prosta mən onu eləyənmədim də, orada mən ürəyim sıxılardı. Meyit kimi gəlir qardaşım. Dəmir tabutda gəlir, hələ kasıb çıxardamayıblar. Kəssinlər, o da özünü çatdıracaq. Dayoğlu. Deyirəm öz əlimlə getdim qapıdan özümə rəqib gətirdim. Gül kimi burada tək dayanmışdım da. Buyur. Necəsən, ağabey? Qonşu, nətərsən Kamil, nə var nə yox? Sən nə nəzər? Salamatçılıq. Qapız açıq idi, istədin zonqu basam. Da girdim da üzürlü sayı. Ay bir xoş gəlmiş. Dayoğlu eşitsənmi məni? O qapının ağzında işıq var ha. Sən onu söndür. Ha bunlar həşərat kimi o işığa yığışırlar. Bir dəqiqədən qonşumdur görüm. Canım üçün qapı açıqdır, səndə də bir abihayı olsun. Hara soxursan. Ay, qonşumdur dedim. Sənin işin var idi, mən. Ha, buyur. Bir dənə gəl bura. Bu uşağın təhsili üçün səndən bu borca pul almışdım. Mən bir 4-5 il bundan qabaq. Sənin qadan alım dayoğlu. Sağ qudvan olum dayoğlu. Sənin ürəyimin klapanlarına qudvan olum. Sənin leykositlərini yiyim dayoğlu. Mənim dayım oğluma belə ürəyi yumuşaqdır bax. Yeznə, sənin balaca qan dövranına qurban olum, ay Yeznə. Sənin böyük qan dövranına qurban olum, ay Yeznə. Qan olum damarında axım, ay Yeznə. Su olum böyrəyindən süzülüm, ay Yeznə. Alım əlimə külüncü ödündə nə daş, nə polip var. Hamısını darmadağın dağıdım, ay Yeznə. MRT eləyib qutardısa qoyun görə Çinə verir. Sənin qadan alaram. Buyur. Mən onu borc kimi verməmişəm. Ay, yox, deyirəm sayasan burada, qonaqlarım da var. Say günə rahat çıxın. Üzr istəyirəm, belə adamlara etibar eləmək olmaz. Qoy bunu sayım. Ver, bura görüm pulu tam olsun. Boş verək o şeyləri. Gəl oturaq Kamil, bir yanımda otur gör. Yanı Görək nə var nə yox. Ver özün yanına, ver özün yanına. Ya Allah. Bəlkə mən sizə bir çay gətirim. Dayım görüm bacı, hələ mən özümə yer eləyənməmişəm. Yeznə, qucağın dəsən boşdur, qoy mən oturum orada. Başın çatmır səni. Git otur orada da, orada. Səndən uzaq qalmaq istəmirəm amma Yeznə. Hə, buna De görüm, uşaq neynir, nətərdir? Uşaq belə Uşaq də. əlindən öpür dayoğlu. İnanırsan uşaq mənə yalvardı ki, məni də apar. O nəslimizin fəxri ana dayımız var ha. Hamımız onu görək. Dedim mən sən 16-cı mərtəbəyə belə qalxanmazsan da qapı açmayacaqlar. Sənlə də elə. Həmənlə döysən ha. Uşaq nətərdir, neynir? Uşaq belə də. Hə, uşağı da eşitdi, anar. Yeznə, uşağın adını dəyişdim, axı sənin adını qoydum. Dedim, qoy Yeznə ilə adaş olsunlar. Sən ata onun adını qoymamışdın ona. Ata ilə hara kimi? Bundan sonra mənim atam da sənsən, anam da sənsən.
Yaxşı, qutar da bu söhbətləri. Ofeliya bacı, oradan bir padnos gətir, yığışdır, bunu apar. Yığışdır, bunu apar ağzına. Qoy aparmasın, bunu aparanda düşür. Həmişə. Qoy bir söhbət eləyək də. Bu dayımız oğlu vəzifəyə keçib, vəzifə sahibi olub. Qoy bir sözünü desin də. İmkan vermirsən söhbət eləməyə. O, ana vəzifə keçmisən? Hə, elə hüngülvari. Təbrik edirəm, təbrik. Göy paltar, eşsən? Kamil. Olsun Kamil. Bu quru təbrik nədir eləysən? Hə? Nədir bu quru təbrik? Bir də özür istəyirəm, mən sağ şeir yazmışam. Oradan bir zuy burax. Ağzıma qoy implantdan dişisən. Qazandın zəhmətlə gözəl işisən. Bizim nəslimizdə sən tək kişisən. Day oğlu səndən fəxr eləyirəm mən. İşləyərəm lap yanında qul kimi. Sən olmasan yaşayaram dul kimi. Gəzdir məni yanında pitbull kimi. Day oğlu səndən fəxr eləyirəm mən. Day oğlu səndən fəxr eləyirəm mən. Cəmdəyindən utara, otur aşağı ya. Bu boyda cəmdəyə bax. Zü tutmaq belə olar. Bir zü tut. Şeir deyəcək kişiyə. Bu kişi elə belə kişidir, sən buna üzündən oxuysan şeiri. Əzbər demək lazımdır. Tut görüm üzünü. Səni görəcək artır qanımda dəmir. Mənə çox iş buyur, çox elə əmir. Damarımı doğra, qanımı sümür. Yezlə qoy qanımız tayin olsun. Bığımı qırxaydın, azı bitəydim. Ağac olub düz qapında bitəydim. Çaş ana atamı dəyişəydim. Yezlə qoy qanımız tayin olsun. Şükür ay Allah. Uzaq elləri də adım var. Uzaq elləri. Gördün nə hoqqa verdik. Çaşdıq elədik, amma əzbər dedik. Sənin şeirin zadın yoxdur. Dedi, bu kişi elə belə kişi də gözəl ləzzət Var edir. sən də züy tut. Lazımdır, zülsüz, sən can deyəm. Təbrik edirəm səni, təbrik, təzə yaltaq. Sağ ol. Yaltaqçılığı tazə sifətlə bəzə yaltaq. Səndən. Birdən-birə soxma özünü, sən hara gəldi. Örgəşmək üçün əvvəlcədən gir gözə yaltaq. Baş. Baba Pünhan, Allah Bravo. rəhmət eylesin. Bax, şeir budur. Şeir budur, gözünə su ver. Deyəzlə, mən nə dedim? Dedim nə idi, qurban olub. Adam belə yaltaq olmaz hə. Adam belə yaltaq olmaz hə. Adam belə... Şeir nədir ki? Day oğlu, indi mən sana bir şey göstərəcəm. Bir dəqiqə dayan, mən sana bir şey göstərəcəm. Arvad uşaq var, ha. Mikrofon çıxdı, day oğlu, dayan da bir dəqiqə da. Soyma, arvad uşaq var, o yanda. Bir də buna bax, day oğlu. Mən sənin adını qoluma tatu elətdirmişəm. Mənim adım yazdım sonra. Hə. Day oğlu, qol nədir ki? Mən sənin adını kalbimə yazmışam, ürəyimə döydürmüşəm. Açıq ürək əməliyyatı ilə, day oğlu. Prosta hayf görməyəsiniz da. Niyə? İçərdən döydürmüşəm, 3-cü kameranın üstünə. Bir də 3-cü kameraya əl elə. Bunu yaptı. Yekə kişisiz. Bəsdirin, ayıb dörsünsün. Bayaqdan gəlmişsiniz, gah belə danışırsınız, indi də bax belə danışırsınız. Ayıb dörsünüz, nə düşmüşsə bu kişinin üstünə. Qonşu, biz neçə evli qonşuyuq da, gör qonşuyuq. Sən istəyirsən vəzifədə ol, vəzifədə olma. Sən mənim üçün hələ eynanarsan. Sağ ol. Narahat olma. Qulaq asın. Hə. Siz ki belə mənə kömək eləmək Deyəzlə, istəyirsiniz. qurban olun, bir dənə bunu göstərim. Mən, bax, Şutqanı keçdik tam də. böyle yapmışam. Yox, bax ona, bax. Adını yazdırmışam ürəyimə, gör oxuya bilirsən. 3-cü şeydir, bax kameradır. Bu nədir? Anar Dayoğlu mobil. Elə həkimə kontaktımdan göstərdim ki, bu adı yaz ona. Nə gördü, yazdı onu. Sağ ol. Mən də sağ ol. Rast ki siz mənə kömək eləmək istəyirsiniz. Bəli. Bilirsiniz ki, bilmirsiniz daha doğrusu. Mənim kabinetim 10-cu mərtəbədədir. Aha. Lift də yoxdur. Ona görə mən
Belə idmanla məşğul olan adamlar işə götürməliyəm. Fit. Nə ağarsan, hə? Məşqə başladım da büyündən day oğlu. Jim eləyirəm. Yezdə, inanmayassan mənim də qaz yevşi oynamaq vaxtımdır. Eşsən, mən kənddə kəsəkdə o qədər belə gəzmişəm. Ləzzət eləyir də belə gəzmək. Qaz balaları elə bilirdi mən ana qazam. Dalımca nə qədər evə tərəf gəliblər. Ha, sən qaz anasısan, hə? Ağır ol. Dur ayağa. Dur. Dur, hə? Deyil. Sən gəlirsən. Alo. Bəli. Necə yəni işdən azad olundun? Və niyə ki? Ha, məsləhət sizindir. Yaxşı. Bu nə danışır? İşdən zaddan çıxmaq nədir? Nə bil va? Dümsük! Şümbülüm! Sən işdən nə qələt elədin ki, sən işdən çıxardıb rədd elədilər, qoydular qapının ağzına? Dayoğlu, Hə? dayoğlu nə tez metamorfoza uğradı? Şümbülüm oldu. Bəlkə zarafat eləyir bizlə, nə ara tullanırsan söhbət. Hə, o zarafat zad eləmir, mən eşitdim də. Onda sən az deyir və sümsük. Eşidirsən? Camaat kreslo tapdı, kök atır. Sən cücərənmədin, heç orada. Bayaqdan belə danışmışsan mı? Hə, yaxşı elədik, bundan sonra belədir. Ala bığı. Hə, sənin bığın da saxtaymış. Hətta ondan dora girmişəm, işə düzəlmək üçün. Hə, nədir? Ofu. Hani of elə? Sən öl beynim söndü. Ofu. Bundan sonra kişi çıxmayacaq. Ofu, gəc edir itədəncilə. Ofu. Gül kimi qızı hayf elədi. Mənim yeznəmə bax. Mənə düşən yezniyə bax. Hə, mənim öz əziyyətimizə hayfım gəlir. Bayaqdan dərdən qabıqdan çıxdıq ki, nə var, bizlə bir bəlkə vəzifəyə zada qoydu, bir puldan zaddan qazandıq. Bu sənin sifətin anar. Mən hər şeyi başa düşdüm. Məsələn, o tatunu neyniyəsən? Bu tatunu, nə var həm onu dəyişməyə? Qabağına bir hərf atıram, olur oğlumun adı. Ala. Ranat. Baxımı? Nə hayasız adam salarsan? Hə, bu birinci anaydı. Rını atıb anar eləmişdim. Çox hayasız adamlar. Ay Yeznə. Mən bu kameranı neyniyəcəm? Dərdi götürüb mənim. Mobil yazılıb mənim ürəyimə. Utanmırsınız da siz də. Utanmırsınız da. Abır hələ yoxdur sizdə. Gah belə danışırsınız, gah belə. Bu Ömər baba kimdir? Sən bunu bir dənə say, mən çıxım gedim də rahat. Ehtiyac yoxdur, ehtiyac yoxdur. Anar, mənə bayaq yazdın ki, yığ mənə. Mən də sənə yığdım, başladın özünü danışmağa. Ki, işdən çıxardıblar, nə bilim, neyiniyiblər. Nə olub? Başa düşməm, sənlə danışırdı. Bax. Ha. Sənin qadan alım, ana! Ana, sənin qabağında ölüm, ana! Üzr istəyirəm. Anar yox, şümbülüm. Hə, mən yenə elə həmin vəzifədəyəm. Yeznə, qurban olum, tüpür bunu yapışdırım da burada. Ola. Tüpürəcəm indi, amma üzüvə. Daha balaca kargoda gələcəm. Mən yenə həmin vəzifədəyəm. Mən prosta sizi yoxlayırdım. Belə gördüm ki, elə doğrudan da uzaq qohumdan yaxın qonşu yaxşıdır. Bu elə yaxın qohumdan da yaxşıdır ha. Ay Kamil, sən deyirdin harda işləyirsən, bu borcu qaytarmaq üçün harda işlədin? Balaca bir dənə şirkət belə var. Orada bir müdürlük edirəm də. İş təcrübəndə var. Ha, da işləyirəm. Ali təhsil yerində, Aha. qırmızı diplomsa. Jim də eləyə bilir. Kamil, elə o muavin işi səninlikdir. Mən səni təklif eləyəcəm. Oğlum, nə deyim? Belə risk oldu, belə bir şey. Fikirləşərəm, sonra danışarıq. Yox, problem yox. Siz gedin. Yox, Yeznə, hara gedirik? Mən o işi götürməmiş, heç evə getmərəm. Kəs səsi ver. Eşsə, Yeznə, bu dümsük kədiyə kömək eləmişsən, bizə də kömək elə də bir yardım əlini uzatdan olar. Kamil, hər ehtimala sana da qurban olub. Ay dayoğlu. Biz sənin qohumlarınıq, biz sağ lazımlı adamlarıq. Ümumiyyətlə bizim ikimiz kimi adam dünyada hamıya lazımdır. Ha. O vaxt gəldiniz ki, təhsil üçün bizə pul verin. Ha.
Pul verdim mən sizə. Ha. Hara xərclədiniz o pulu? Ona yaşıl bazara mal vurduq. Yaşıl bazarın təhsilə nə dəxli var? Ələtər dəxli yox da. Yaşıl bazar burada, təhsil nazirliyi burada. Heç arasında 950 metr məsafə yoxdur. Nətər aidiyyatı yox da. Siz necə min sifətli adamsınız siz? Nə bilim ay, dayı oğlu. Siz öləndən sonra da lazımlı adamlarsınız. Düz deyirsən. Yaxşı adamın qədri öləndən sonra bilinir. Ha, bilsən nə kimi? Nə kimi? Gübrə kimi. Peyin kimi. Yenə zək gəlir da. Ay Ezna. Yo, bu dinlikdir. Hə. Mən də idmana başlamışam axı. Hə, nə idmandan? Bilirsiniz hara işləyirəm? Hara işləyirsən? Ayağa. Nətər? Bas bayraq. Bas hə bayraq. Arba. Pəncəriyə ağzaqanat rişotkası da vur. Bunlardan hər şey gözləmək olar. Anar, bir dənə bunu say da, bir dənə anar.